اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Allahu Teala İsra suresinin 71. ayesinde buyurur. Bismillahirrahmanirrahim. Yevme ned'u. O gün, kıyamet günü biz çağıracağıq. Kulle unesin. İnsanların hamısını, bütün insanları. Bi imamihim. Öz imamı ile birlikte. Bu ayə açıq şəkildə göstərir ki, hər dövrdə yaşayan insanların qiyamət günü çağrılacağı bir imamı vardır. Bu imam ya onlara qarşı dəlil olaraq, ya da hesab zamanı onların əməllərinə şahidlik etmək üçün çağrılar. Yaxşı, ayədə nəzərdə tutulan imam kimdir? Cavabını tapmaq üçün Qur'an-ı Kərimin dilindən istifadə etməliyik. İmam sözünün Qur'an-ı Kərimdə necə işlədiyini araşdırmalıyıq. Və zikr etdiyimiz ayənin mənasına uyğun olan cavabı elə Qur'an-ı Kərimin özündən götürməliyik. Qur'an-ı Kərimdə imam sözü arxasıca gedilən və ya nümunə götürülən mənasını verir. Və bu da ya hidayət edəndir, ya da zəlalətə aparandır. Üçüncü tərəf yoxdur. Ki, neytral və ya tərəfsiz imam anlayışı yoxdur. Ya hidayət imamıdır, ya da zəlalətə aparan imamdır. Başlayaq birincidən. Hidayət edən imamlar. Məsələn, Ənbiya surəsinin 73-cü ayəsi. Allahu Teala buyurur: وَجَعَلْنَاهُمْ əimmətən. Biz onları imamlar qərar verdik. Yəhdunə bi əmrinə. Bizim əmrimizlə hidayət edirlər. Və yaxud Bəqərə surəsi 124-cü ayə. Allahu Teala Həzrəti İbrahim əleyhissalama buyurur: İnni ca'ilukə linnəsi imamə. Həqiqətən mən səni insanlara imam təyin edəcəyəm. Və ya Qəsəs surəsinin 5-ci ayəsi. Həmin ayədə Allahu Teala buyurur ki, biz yer üzündə zəif salınmışlara mərhəmət göstərməyi iradə edirik. Arxasıca buyurur ki, وَنَجْعَلَهُمْ əimmətən. Və onları imam qərar veririk. Və ya Furqan surəsinin 74-cü ayəsi. Həmin ayədə belə buyurulur: وَجَعَلْنَا لِلْمُتَّقِينَ imamə. İlahi, bizi müttəqilərə, yəni təqvalılara imam qərar verginə. Bu ayələrdə açıq-aydın göstərilir ki, imamət ilahi razılıq və ilahi təyinat əsasında olur. İkinci, zəlalətə aparan imamlar. Bunlar barəsində hansı ayələri göstərə bilərik? Tövbə surəsi 12-ci ayə. Fəqatilu əimmətəl kufri. Allahu Teala buyurur, küfr imamları ilə döyüşün. Ayədə əimmə, imamlar sözü nisbət verir küfrə. Əimmətəl kufri, küfrün imamları deyiləndə, yəni küfr imamları ilə döyüşün. Deməli, bəzi imamlar var, insanlığı azğınlığı aparır, küfrə tərəf yönəldir. Ki, Qur'an-ı Kərimdə Allahu Teala buna işarə edir.
Qəsəs surəsi 41-ci ayə. وَجَعَلْنَاهُمْ əimmətən. Biz onları imamlar qərar verdik. Amma necə imamdılar? Yəd'unə ilən-nəri. İnsanları cəhənnəmə tərəf çağırırlar. Oda tərəf aparırlar. Bəli, imam sözü Qur'an-ı Kərimdə insanlara nisbət veriləndə yalnız bu iki mənada gəlir. Ya hidayət imamlarıdır ki, barələrində ayələri eşitdiniz, ya da küfr imamları, zəlalət imamlarıdır. Amma insanlardan başqa varlıqlara nisbətini verəndə tək formada və yalnız iki mənada gəlir. Halbuki əvvəlki ayələrdə imam həm tək, həm də cəm mənasında gəlirdi. İnni cəiluka linnəsi imamə. Allah-u Teala Həzrət İbrahimə buyuranda ki, mən səni imam təyin edəcəyəm, orada imam tək formadadır. Amma qalanlarında əimmətən, imamlar, imam sözünün cəm formasıdır. Hansılardır? Başqa varlıqlarda işlənəndə. 1. Və min qablihi. Qur'andan əvvəl Kitab-ı Musa. Musa'nın kitabı var idi. Musa aleyhisselamın da kitabı Tövratdır. Arxasıca Rəbbimiz buyurur, İmamən və rəhmətən. Həmin o Tövrat imam və rəhmətdir. Yəni, Tövrat kitabdır da, insan deyil ki. Bu ayədə imam sözü şamil edilir Tövrata. Və buradan da belə başa düşürük ki, imam sözü təkcə Tövrata deyil, digər səmavi kitablara da şamil ola bilər. İkinci, Lovh-i Məhfuz. Lovh-i Məhfuza da imam deyilər. Yasin surəsi 12-ci ayə. Və kullə şeyin əhsəynəhu fi imamin mubin. Biz hər bir şeyi sayıb müəyyən etmişik açıq aydın imamda. Ondan da məqsəd Lovh-i Məhfuzdur. Aha. İsra surəsi 71-ci ayədə imam sözündən məqsəd hansı mənadır? O gün biz çağırarıq insanların hamısını öz imamı ilə. Bu imam insandır, yoxsa səmavi kitabdır, yoxsa Lovh-i Məhfuzdur? Hansıdır? Cavabında deyilir ki, sırf ilahi kitab deyil. Desək ki, ancaq səmavi kitabdır, Tövratdırsa Tövrat, İncildirsə İncil, Qur'an-ı Kərimdirsə Qur'an-ı Kərim, yox. Sırf o imam ilahi kitabdan ibarət deyil. Niyə? Çünki Qur'an-ı Kərimdən və tarixdən bilirik ki, ilk şəriət gətirən Peyğəmbər Həzrəti Nuh əleyhissalamdır. Şura surəsi 13-cü ayə. Həmin ayədə Allah-u Teala buyurur, Şərə'ə ləkum minəd-din mə vəssə bihi Nuhə. Nuh'a tövsiyə etdiyi dini sizin üçün şəriət etdi. Şəriət yəni qanun etdi. Və ayənin arxasıca da Allah-u Teala buyurur ki, həmçinin sənə vəhy etdiyimiz, sənə deyiləndə Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdir. Daha sonra buyurur İbrahimə, Musaya və İsa'ya aleyhisselam tövsiyə etdiyimiz də budur. Ayədən müfəssirlər çıxarış edirlər ki, ilk şəriət gətirən Peyğəmbər, ulul-əzm Peyğəmbər Həzrəti Nuh əleyhissalamdır. Düzdür, ondan əvvəlki Peyğəmbərlərdə səhvələr olubdur. Həzrəti Adəm əleyhissalamda
səhvələrin olduğu göstərilir. Həzrəti Şiis əleyhissalamda da ona cavab olaraq deyirlər ki, ondan əvvəlki peyğəmbərlər məhdud qanunlara və göstərişlərə malikidir. Onlarda ümumi silsiləvi etiqad və əxlaqi bir məcmua idi. Bir toplu, əxlaqi bir toplu bir məcmua idi. Geniş olaraq şəriət Həzrəti Nuh əleyhissalamdan ta bu yanadır. Həzrəti Nuh əleyhissalam geniş surətdə şəriəti gətiribdi. Yaxşı. Ayədə göstərilir ki, hər dövrdə olan insanlar öz imamı ilə çağırırlar. Desək ki, o imam təkcə səmavi kitabdır, o zaman Həzrəti Nuh əleyhissalamdan əvvəlki olan insanlar bu ayənin hökmündən kənarda qalır. Və bu deyilən də həmin oxuduğumuz ayə ilə ziddiyyət təşkil edir. Axı ayənin mənası ümumidir ki, o ayədə göstərilir ki, heç bir toplum, heç bir dövr imamsız qalmır. Bu həm əvvəlləri əhatə edir, həm də sonrakıları. Həm Həzrəti Nuh əleyhissalamdan əvvəlkiləri, həm də Həzrəti Nuhdan sonrakıları. Yaxşı, görəsən Lovh-u məhfuzdurmu? Qiyamət günü insanlar öz imamı ilə çağırırlar deyiləndə Lovh-u məhfuz nəzərdə tutulurmu? Cavabında deyərik, xeyr. Niyə? Çünki Lovh-u məhfuz təkdir və bütün zamanlara məxsusdur. Lovh-u məhfuz müəyyən dövrün adamlarına məxsus deyil ki, bütün dövrlərə aiddir. Amma ayə isə göstərir ki, hər bir dövrün insanlarının bir imamı vardır. Bununla da yerdə qalır iki məna. Ya deyərik ki, hər zaman insanların ardınca getdiyi şəxslərdir. Ümumi mənada olan imam ki, insanlar onların arxasıca gedirlər. Bu ya haqq olan imam da ola bilər, ya da zəlalətə aparan imam da ola bilər. Allah-u Teala bizləri haqq olan imamın arxasınca gedənlərdən qərar versin. Ya da deyərik ki, ayədə imamdan məqsəd xüsusi mənada olan haqq imamdır. Bu imam Allah-u Teala tərəfindən insanlara höccət olaraq qərar verilib və qiyamət günü də insanların əməllərinə şahidlik etmək üçün çağırılacaq. Hətta hədislərdə gəlir, Rəsul-i Əkrəm öz əsrinin insanları ilə çağırırlar. İmam Həsən-i Müctəba da öz əsrinin insanları ilə, İmam Hüseyn əleyhissalam da öz əsrinin insanları ilə və bu minvalla gedir. Ya deyərik ki, xüsusi haqq olan imamdır. O imam ya peyğəmbərdir, ya da peyğəmbərin vəsisidir. Tək deyə bilmərik peyğəmbərdir. Çünki ayədə imam ümumi qoyulubdur. Ya peyğəmbərdir, ya da peyğəmbərin vəsisi və ya canişinidir. Bu gün də həmin haqq olan o imam Həzrəti Muntəzər Məhdi əleyhissalamdır. Və ali Muhammed və accil fərəcəhum. İmam Sadiq əleyhissalamdan ayənin təfsiri ilə bağlı sual edildi. Həzrət buyurdu: فَدَعَا كُلَّ قَوْمٍ إِلَى مَنْ يَتَوَلَّوْنَهُ. Allah-u Teala hər bir dəstəni vilayətini qəbul etdiyi şəxslə çağırar. Hər bir dəstəni vilayətini qəbul etdiyi ki, o dəstə
kimin vilayətini qəbul edibsə, onunla birlikdə çağırar. İlə mən yətəvəlləvnəhu, vilayətini qəbul etdiyi şəxslə çağırar. Abdullah bin Sənan İmam Cəfər Sadiqdən ayə ilə bağlı sual edir ki, ayədə ki, Allah-u Teala buyurur, öz imamı ilə çağırırlar. Həzrət İmam Sadiq əleyhissalam sualın cavabında belə buyurur: İmamuhum əlləzi beynə əzhurihim. Aralarında olan imamdan gedir söhbət. Hər dövrdə hər bir dəstənin arasında hansı imam varsa, ayədə o imam nəzərdə tutulur. O imam da kimdir? İmam Sadiq əleyhissalam arxasıca açıqlayır. Və huvə qaimu əhli zamanihi, öz zamanının insanlarının rəhbəri və qaimidir. Həzrət Əli əleyhissalamın dövründə rəhbər qaim Həzrət Əli əleyhissalam idi. Ta İmam Cəfər Sadiq əleyhissalamda vəli və qaim İmam Sadiq idi. İmam Həsən Əskəridə də həmçinin İmam Həsən Əskəri əleyhissalam idi. Bugün, bu dövrümüzdə insanların qiyamət günü çağrılacağı imamı Həzrət Muntəzər Məhdi əleyhissalamdır. Allah-u Teala qiyamət günündə bizləri çağrılacaq imamın yanında üzqara etməsin. Allah-u Teala bizləri Həzrət Məhdi əleyhissalamın vilayətində olanlardan qərar versin.